Osmanlı Sultanı 1-ci İbrahim, Dəli İbrahim ləqəbi ilə tanınan hökmdar öz misilsiz iyrəncliyi ilə tarixdə iz qoyub. Səltənətinin yarısını kök qadınlarla, eş-işrətə qısa zamanı çıxsaq, demək olar ki, ömrünün böyük hissəsini qəfəsdə yaşayaraq keçirib. 1640-cı ildə taxta çıxandan sonra 8 il hakimiyyəti dövründə o, seksdən, sərxoşluqdan və kənizlərlə intim oyunlardan başqa qətiyyən heç nə ilə məşğul olmayıb. Şübhəsiz, tarixin ən pis türk hökmdarlarından biri olub və öz xalqının kəskin nifrətini qazanıb. Kösəm Sultan Osmanlı tarixinin 1603-1651-ci illər dövründə təxminən 50 il müddətinə saray içində mükəmməl gücə sahib olmuş Osmanlı tarixinin öldürülən ilk validə sultanıdır. Amma oğlu Dəli İbrahim varlığı ilə öz sülaləsinin hakimiyyətini xeyli sarsıtdı. Atası ciddi və cəsarətli imperator idi. Xalq onu sevir və hörmət edirdi. İbrahimin qardaşı 4-cü Murad isə aşırı sərxoş həyat sürür, qəssab ləqəbi ilə tanınırdı. Hakimiyyət ona qismət olmur, çünki günlərin bir günü içkinin miqdarının çox olması səbəbindən dünyasını dəyişir. Budur, İbrahim taxta çıxır, lakin hamı başa düşürdü ki, o imperatorluğu idarə edə bilməyəcək. Saray əhli uşaqlıqdan İbrahimi ruhi xəstə, küt və axmaq kimi tanıyırdı və buna görə də taxtac uğrunda mübarizədə onu təhlükəli silah hesab etmirdilər. Onu daim qəfəs adlanan sarayın xüsusi qapalı hissəsində saxlayırdılar, hansı ki, adi insanların ora getməsi qəti qadağan idi. Prinsip isə bütün Osmanlı şahzadələri təcrid olunaraq saxlansalar da, İbrahim üçün hər şey daha ciddi idi. Dəhşətli fakt odur ki, ona xidmət edən qadın qulluqçuların uşaqlıq yumurtaları əvvəlcədən çıxarılırdı. Səbəbləri aydın olmayan, təəccüb doğuran bu cəhənnəm mühitində yaşayan uşaq aydındır ki, tamamilə dəli olacaqdı. Ola bilsin ki, bu əvvəlcədən düşünülmüş bir plan idi. O hökmdar olmamalıydı, amma onun qardaşı 4-cü Murad da özündən sonra varis qoymur və nəticədə hikkəli Kösəmin taxt-tacı əlindən çıxarmamaq baxımından başqa variantı qalmır. Hətta ölüm qabağı 4-cü Murad qardaşını öldürmək üçün yalvarır. Hakimiyyəti əbləhə verməyən acı fəsadın olacağını bəyan edirdi, lakin ona qulaq asmadılar və İbrahimi taxta qaldırmağa qərarı aldılar. Ancaq o fikirləşir ki, bu onu öldürmək üçün qurulan tələdir və qəfəsdə barikada qurur, ora heç kəsi buraxmır. Yalnız qardaşının meyitinin yanına aparandan sonra 25 yaşlı İbrahim yumşalır və onun tacını başına qoyur. Bütün ölkə bu hadisədən şokda idi. Qeyd etdiyimiz kimi onu taxta gətirilməsində əsas fiqur Yunan keşişinin qızı, imperiyanın ən möhtəşəm validə sultanlarından olan dul qalmış Kösəm Sultan idi. Kösəm Sultan çoxdan başa düşürdü ki, İbrahim böyük siyasətdə zəif fiqurdur və beləcə bütün hakimiyyəti ayrılmaz müttəfiqi, gizli sevgisi sayılan vəziri ilə birlikdə idarə edəcək. Bu istedadsız və tamamilə adekvat olmayan imperator haqqında xeyli negativ qeydlərə rast gəlinir. İbrahim zəif, iradəsiz insan olub. O atasından yalnız qəddarlığı irsən almış, onun etdiyi yaxşı əməllərin heç birini götürməmişdi. Mahiyyətinə görə acgöz, məsuliyyətsiz, prinsipsiz, xarakterinə görə yalnız öz hərəmi ilə məşğul olmağı sevir, öz yüngül əhval-ruhiyyəsi və şəhvani istəklərinin qulu idi. Şəhər hamamları onun sərəncamları ilə yoxlamalara məruz qalır. Məqsəd onun eşqbazlığı üçün gözəl xanımları tapmaq idi. Sultanın qəfil şıltaqlığını və ehtirasını təmin etmək üçün zərgər dükanları və Avropa tacirləri talanlara məruz qalırdı. Hansısa məqama qədər hamı düşünürdü ki, bütün uşaqlıq və gəncliyini qəfəsdə sərgərdən yaşam tərzi ilə keçirən imperiyanın başçısı impotentdir. Amma yox, məlum olur ki, Dəli İbrahim kök, həddindən artıq piyli, dolu bədənli qadınları çox xoşlayır. Onun zövqündə olan qadın heç bir incəlik, tərbiyə və digər xüsusiyyətlər önəmli deyildi. O seksual manyaka çevrilərək hakimiyyəti boyunca demək olar ki, məşuqələri ilə öz yataq otağından ayağa durmayıb. Anası hiləcər Kösəm Sultan başa düşür ki, hakimiyyəti öz əlində saxlamaq üçün varis lazımdır və İbrahimin bu zəifliyinə istifadə edərək ona kök qadınlar axtarışına çıxır. Hökmdar isə öz növbəsində yeni gözəlçələrdən başqa heç nə ilə maraqlanmırdı və bütün Aralıq dənizinin ən gözəl qadınları ələ keçirmək istəyirdi. Amma hökmdar bu işdə çox fərsiz idi. Belə də məşuqələri anası axtarmağa məcbur olurdu. İbrahimin hərəminə dünyanın hər yerindən ən kök qadınlar axın-axın gətirilirdi. Onların çəkisi 115-dən 230 kiloqrama qədər müxtəlif şəkildə dəyişirdi. Buna baxmayaraq mənfur hökmdar onlardan heç cür doymaq bilmirdi. Onun kolleksiyasının indisi 160 kiloqramlıq füsunkar şəkər kubik ləqəbli qadın idi. Bu hərəmxanaya hədsiz miqdarda pul gedirdi. İbrahim kənizlərə bazarlarda kütləvi alış-veriş səlahiyyəti verir, xanımlar bütün İstanbulda bahalı nə varsa saraya daşıyırdılar. Bu kök kənizlərdən ibarət əsl mütəşəkkil dəstə idi. Ümumiyyətlə, məşuqələr arasında hökmdar xeyirxahlıq mücəssəməsi olmasına baxmayaraq bir dəfə mənasız zarafat
Üzündən demək olar ki, bütün hərəmxanasını dənizdə boğmağı fərman verir. Dünyanın ən qüdrətli imperiyasının hökmdarının ən sevimli məşğuliyyətlərindən biri də at oyunu idi. O çılpaq formada bakirə qızları ətrafında dövr edir, təsadüfi seçdiyi qızın üstünə tullanır, digərlərinin gözü qarşısında qurbanının bakirəliyinə son qoyurdu. Çox qadın bu oyundan narahat idi, hətta utanırdılar, amma Əlahəzrətin istəyinə qarşı gəlmək mümkün deyildi. Zaman keçdikcə İbrahimin etdikləri xalq arasında yayılır. Təəccüblü deyil ki, bu cür davranışlar onun süqutuna gətirib çıxarırdı. Bundan başqa o qəzəb pristuplarından əziyyət çəkirdi. Bir dəfə az qala oğlunu hovuza salaraq öldürəcəkdi. Hadisədən sonra oğlunun başında çapıq həmişəlik qaldı. Bu hadisə saray üçün olduqca pis hərəkət idi. Əgər hökmdar öz varisini öldürsəydi, o zaman vətəndaş müharibəsi və qırğın başlayacaqdı. O isə deyəsən bunun heç də fərqində deyildi. Nəhayət bir dəfə İbrahim bütün mümkün olan həddi keçir və buna görə də öz taxt-tacını dərhal vidalaşmalı olur. İri bir məmur sayılan yüksək rütbəli din xadiminin müftinin qızına göz salır. Ağlı başında olmayan hökmdar onu zorlayır və atır. Artıq heç kim imperiyada buna dözə bilmədi və saray əhli hökmdara qarşı üsyana qalxır. Qəzəb o həddə idi ki, hökmdarı min yerə parçalamaq istəyirdilər. Dəli İbrahim dərhal anasının yanına qaçır. O isə növbəti dəfə öz axmaq oğlunu müdafiə etməyə müyəssər olur. Sultanı öldürmürlər, lakin onun üçün dəhşətli kabus sayılan qəfəsə qaytarırlar. Lakin biabırçı hadisənin qisası bütün hədləri azmış hökmdardan alınmalı idi. Bir müddət sonra həmin müfti divana müraciət edərək onların izni ilə keçmiş sultanın qətlinə rəsmən fətva verir. Həmin dövrün adətinə görə cəllad imperator salmış qəfəsə gəlib onu boğaraq öldürməli idi. Həyatında ilk dəfə Dəli İbrahim iradə nümayiş etdirir. Var gücü ilə cəlladla vuruşur, amma Qara Əli ləqəbli cəllad sonunda Osmanlının Qara Ləkəsi adlanan mənfur hökmdarı boğaraq öldürür.